Peyğəmbərin yanına bir balaca, kiçik uşaq gətirdilər qundaqda və müxtəlif hədislər var. Bəzi hədislərdə var ki, Peyğəmbərdən xahiş etdilər ki, o uşağa ad qoysun. Bəzi hədislərdə var ki, Peyğəmbərə dedilər ki, qulağına azan və iqamə oxusun. Peyğəmbər bu ondan istənilən işi görən zaman uşaq Peyğəmbərin paltarını islatdı. Valideynləri çox narahat oldular. Allahın Peyğəmbəridir, rəhmətən lil aləmin. İnnəkə alə xulqin əzim. Belə bir şəxsin, mənim evladım belə bir şəxsin paltarını islatdı. Tər tökdülər, utandılar, qızardılar. Cumdular ki, uşağı tez Peyğəmbərdən alsınlar. Peyğəmbər sakit, aram, sakit durun, tələsməyin. Və orada bizə Peyğəmbər həyat dərs verir. Valideynlərə müraciət edir ki, bu maye, bu nəm, hər nədir uşağın idrarı biraz su ilə mən yuyub onu paklayacam, gedəcək. Amma əgər bu uşağın qəlbi sınsa, sizin davranışınızdan onun qəlbi sınsa, heç nə ilə onu yumaq olmayacaq.